Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan Parlamentinin nümayəndə heyəti Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Masaaki Yamazaki ilə görüşüb. Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Masaaki Yamazaki qeyd edib ki, 2011-ci ilin martında baş vermiş təbii fəlakət zamanı Azərbaycanın göstərdiyi yardımı Yaponiyada yaxşı xatırlayırlar. Buna görə biz Azərbaycan rəhbərliyinə və xalqına dərin minnətdarlığımızı bildiririk. Vurğulayıb ki, parlament əlaqələri iki dövlət arasında siyasi dialoqun mühüm tərkib hissəsidir. O, ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi qeyd edib, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensialın olduğunu deyib. Müşavirlər Palatasının sədri Azərbaycan spikerinin səfərinin əlaqələrin inkişafına verəcəyi töhfəni vurğulayıb. Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Yaponiya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Azərbaycan-Yaponiya dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu bildirən parlamentin sədri Azərbaycan-Yaponiya hökumətlərarası İqtisadi Komitəsinin artıq 15 ildən çoxdur ki, fəaliyyət göstərdiyini qeyd edib, Azərbaycanda çoxsaylı Yapon şirkətlərinin fəaliyyətindən məmnunluğunu bildirib. TAP, TANAP layihələri və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası barədə məlumat verən Oqtay Əsədov deyib ki, Azərbaycan enerji sahəsində də yeni layihələrdə Yapon şirkətlərinin iştirakına, yeni investisiyaların yönəldilməsinə maraq göstərir. Azərbaycan parlamentinin spikeri qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə parlamentariləri arasında möhkəm əməkdaşlıq münasibətləri mövcuddur. Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunaraq deyib ki, bu problem regionda sülhün bərpası yolunda ciddi maneədir. Humanitar sahədə əməkdaşlıq əlaqələrinə toxunan spiker Bakı Dövlət və Dillər Universitetlərində Yapon dilinin tədris olunduğunu, hazırda 20-yədək gəncin təhsilini Yaponiyada davam etdirdiyini bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Masaaki Yamazaki problemin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını deyib. Azərbaycan nümayəndə heyəti Yaponiya Parlamentinin Müşavirlər Palatasının iclas zalı ilə də tanış olub. Günay Kəngərli, Tural Məmmədov, Lalə Məmmədova, Azərbaycan televiziyasının Yaponiya bürosu.